Salam. Bugün Kodere yazı işlərindən sualın izahını verəcəyəm. Başlayaq proqramımızı qurmağa. Sualda bizdən soruşur. Daxil edilən natural ədədin ən böyük rəqəmini silərək çap edən proqram Python dilində yaz. Deməli, biz natural ədəd daxil eləməliyik. En natural ədədini daxil eləyək. Olsun bizim natural ədədimiz. Daxil elədiyimiz ədədi listə çevirək. Nə üçün çevirirəm deyəcəyəm. Bizə lazımdır ən böyük rəqəmini tapmaq. Max-dan istifadə edib tapacağım. Məsələn, A dəyişəni götürürəm. N-in özünü elə birbaşa çevirərəm. List. STR. Təbii ki də sətr formatına çevirirəm. Çevirdik. İndi bizə lazımdır max ən böyüyünü tapmaq. Max n dediyim ən böyük rəqəmini tapdım. Deməli, n natural ədədin ən böyük rəqəmini tapdım. Gəlin, indi biz ən böyük rəqəmi silək. N listdən silmək, remove-dan istifadə edəcəm. N.remove A. Bu ən böyük rəqəmimizi listdən sildi. Print birləşdirsin. Join-dən istifadə edəcəm. Birləşdirsin bizim n-imizi. Gəlin yoxlayaq proqramımızı. Bir proqram daxil edək. Rəqəmimiz olsun ən böyük rəqəm 1, 2, 3, 4, 5, 6, 8, 6. Deməli, çox rəqəm olmasın. 1, 2, 4, 9, 6 olsun. Nə gedəcək? 1, 2, 3, 4 və 6 çapa getməlidir. Yoxlayaq proqramımızı. 1, 2, 3, 4, 6. Gəlin başqa bir şey də verək, yoxlayaq. Nə verim? Məsələn, 1, 2, 3, 4, 5, 9, 6. Bunu da verək, yoxlayaq. 9 silinməlidir buradan. Burada maraqlı bir məqam var, ona toxunacağam. Bax, bu proqramı bu formada yazdıq və proqramımız baxırıq ki, doğru işləyir. Amma heç də elə deyil. Bizə verilən tapşırığı tam yerinə yetirməmişik. Düzdür, yetirmişik. Yetirmiş kimi görsənir. Amma tam yerinə yetirilməyib. Niyə? Baxın bura. Məsələn, bura mən bir dənə də 9 yazdım. Məsələn, 2 dənə 9 əlavə elədim. İndi bizə verilən tapşırıq necə idi? Ən böyük rəqəmlər, yəni 2 dənə 9 silinsin. Baxa görə silinəcəkmi? Yox, silinmədi. Bax, 9-un biri silindi, biri silinmədi. Niyə? Remove ilk qarşısına çıxan rəqəmi silir. Yəni, ilk hansı çıxdı, onu silir. Bizdə 2 dənə 9 olduğuna görə bu birinci 9-u silir, bu 9-u silir. Amma ikinci 9-u silmir, qalır. Deməli, biz nə edəcəyik? Bu qalsın yerində. Bu qalsın yerində. İkinci bir proqramımızı yazaq yenə. Kopyasını çıxardıb salıram bura. Məsələn, buranı silək. Bax, bu hissəni silək. Bu hissəni yenidən yazaq. Dövrdən istifadə eləyək. Biz böyüyü tapdıq. Bir sətr dəyişəni götürürəm. Nə üçün götürəcəm deyəcəm. Lazım olacaq, onu izah edəcəm. Dövr yaradaq. For, i, in, n. N listinin bütün simvollarına bir-bir müraciət eləsin. If, əgər i bərabərdirsə a-ya, yəni ki, bərabərdirsə deyil, yox, fərqlidirsə, yəni bir dəqiqə, fərqlidirsə sətrə əlavə eləsin. I fərqlidirsə a-dan fərqlidirsə, yəni bizim ən böyük simvolumuz nə idi? Ən böyük qiymətimiz a dəyişənində saxlamışıq. Biz deyirik ki, daxili, məsələn, 1 9-dan fərqlidirmi? Məsələn, buradakı ən böyük 9-dur da, düzdür? 1 9-dan fərqlidirmi? Bəli. Həmin o 1-i əlavə eləsin bura. Sonra gələcək 2 9-dan fərqlidirmi? Bəli, 2-ni əlavə eləyəcək. Gələcək 9, buradakı 9 simvolu götürəcək. 9 9-dan fərqlidirmi? Deyəcək, yox, 9-u əlavə eləməyəcək. Baxın proqramımıza, mən nə yazıram? Sətr
plus bərabərdir i. Fərqlidirsə əlavə eləsin. Fərqli deyilsə bir də qayıtsın dövrə. Print sətr. Sətr getsin çapa. Gəlin yoxlayaq bir də proqramımızı. Bunu göndərək çapa. Belə işləyirmi proqramımız? Bəli. 1, 2, 3, 4, 6, 9 silindi. Gəlin bəs onu göndərsək görə 2, 9-un ikisi də silinəcəkmi? Bax, silindisə deməli proqramımızı bu dəfə doğru qurmuşuq. Baxın, bəli, 1, 2, 3, 4, 5, 6. Bizdən istənilən nə idi? Daxil edilən naturalinin ən böyük rəqəmini silərək. Burada ən böyük rəqəm bizdə 9. 2 dənə 9 var. 5 dənə də 9 desək, 5-ini də siləcək burada. Yəni proqramımız doğru, bu dəfə doğru işləyir.